האם תורה מספרת לנו על מה שקורה בעולם הזה? Tövrat bizə bu dünyada baş verənlərdən danışır. חד וחלק וברור Yox, dünya 5000 il və yaxud 6000 il bundan əvvəl yaradılmayıb. Nə də ki, bu dünya Adamdan başlamayıb. Necə ki, deyirlər ki, qumdan və sudan yaradıldı, torpaqdan yaradıldı və s. və ilaxır. Bütün bunlar belə olmayıb. Bu birincisi. İkincisi, biz nə Nuhun gəmisini axtarmırıq, ya nə Nuhun nəslini axtarmırıq. Biz bu işlərlə məşğul olmuruq ümumiyyətlə. Heç bir şey etmirik. Tövratı götürüb, היא שייכת לעולם העליון. onu dünyadan izalə etmək lazımdır. Çünki o ali aləmlərə aiddir. Elə bir şeyə aiddir ki, bu kitabın bizim materiya ilə heç bir əlaqəsi yoxdur. O bizim dünya barəsində heç bir şey danışmır. Yox, əgər orada göy və yerdən danışılırsa, bu insandan danışılır ki, insan bütün bu Tövratın hekayələrini özünə aid etməlidir. כולל 10 המכות של מצרים. 10 sürüsüdə olduğu kimi. Bəli, insan Adam Rişon kimi doğulmalıdır, onun başına gələn bütün bu hadisələri hiss etməlidir və bütün o daşqın nəslinin keçdiyi hallardan keçməlidir, həm də Babilistan nəslinin keçdiyi bütün hallardan, həmçinin ondan sonra Misirdəki bütün hallardan keçməlidir və yazılmışdır ki, hər kəs özü üçün Tövrat kitabını təsvir etməlidir. Oradakı hər bir hərfi, hərf dedikdə işarələr nəzərdə tutulur və yaxud düzgün struktura və düzgün xüsusiyyət. Çünki insandakı hər bir xüsusiyyət Tövratdakı hərflərin 22 xüsusiyyətinə görə uyğunlaşmalıdır. Bu nə deməkdir? Bu o deməkdir ki, insan həmin o Tövratdakı hərflərin axırına uyğun olaraq islah etməlidir. İndi isə əgər biz deyək ki, Pesahdan danışırıqsa, bu da yenə nə onun piramidlərlə əlaqəsi var, nə Tutanxamonla əlaqəsi var, nə Nefertiti ilə. Həmçinin orada olanların hamısı ilə. Onlar hamısı bizim günümüzə qədər də və bizim günümüzdən sonraki də hadisələrə aidiyyəti yoxdur. Heç bir tarixi hadisələrdən söhbət getmir. Ona görə də bir dəfəlik anlamaq lazımdır ki, təyin etmək lazımdır ki, Tövratın bütün hekayələri yalnız insanın daxili hallarından keçir ki, söhbət edir ki, biz onlardan keçməliyik.